Mən nə qədər saysam da bu şərbətin şəfaları bitməz və tükənməzdir. Alma sirkəsi və bal hər ikisində vücudumuza lazım olan hər şey var. Alma sirkəsi bal və su qarışımı minerallarla, vitaminlərlə o qədər zəngindir ki, qarışımın tərkib hissələrinin nisbətlərini dəyişməklə demək olar ki, bütün xəstəlikləri müalicə etmək mümkündür. Bu cür videoların davamını görmək istəyirsinizsə, videonu sonacan izləyin, bəyənib abunə olun. Ən əsası isə zınqrov işarəsini açmağı unutmayın. Ağız-boğaz xəstəliklərində 1 xörək qaşığı alma sirkəsi, 1 çay qaşığı bal, yarım stəkan ilıq su, boğaz qarqara edilir, bu vasitə tutulmuş səsi açır. 1 çay qaşığı alma sirkəsi, 1 çay qaşığı bal, 1 stəkan çiy su. Axşamdan hazırlanıb səhər acqarına içilir, səhər hazırlanır, axşam içilir. Bunu ona görə belə edirik ki, bal şərbəti hazırlandıqdan bir neçə saat sonra tərkibindəki molekullar hormonik bir mənzərə şəklində düzülür. Orqanizm üçün daha faydalı hala gəlir. Faydaları bunlardır. 1 çay qaşığı balın 1 stəkan suda qarışığı insanın qan plazması ilə eyni qatılıqda olur. Orqanizmin bütün minerallara, xüsusən də kalsiuma, kaliuma, maqneziuma, sinkə, dəmirə, misə tələbatı ödənilir. Saydığım bu minerallar çatmayanda yüzlərcə xəstəliklər əmələ gəlir. Antiparazit təsiri vardır. Bağırsağın filtr fəaliyyətini normallaşdırır. Bədən hüceyrələrini yeniləyir. Bağırsaqların ümumiyyətlə orqanların işini normallaşdırır. Təzyiq, piylənmə, bronxial astma, bronxit, epilepsiya, qastrit, qadınlarda aybaşı pozulmasını, kişilərdə cinsi zəiflik, anemiya kimi halları aradan qaldırır. Bütün ürək, qan, damar xəstəlikləri üçün şəfadır. Əgər sizdə köp bağırsaqlarda mikroflora pozulması və bağırsaq göbələyi varsa, bunun ən yaxşı çarəsi 3 ay yuxarıda qeyd etdiyim qarışığı içməkdir. Hər ikisinin tərkibindəki antioksidantlar orqanizmi nəinki piylənmədən qoruyur, hətta piylərin əriməsinə səbəb olur. Çünki antioksidantlar yandırmanı, oksidləşməni sürətləndirir. Bütün bunlar üçün bu tərkib 5 ay içilməlidir. Şərbətdən daimi istifadə zamanı mədə və qida borusunun divarı xarici amillərin təsirinə çox dözümlü olur. Qaraciyər xəstəliklərində istifadə olunur. Öd ifrazını artırır, xolesterin mübadiləsini sürətləndirir. Xolesterin, lipid, yağ turşularının miqdarını azaldır. İnsanda immun sistemini elə bir səviyyədə saxlayır ki, bu zaman heç bir infeksiya orqanizmə güc gələ bilmir. İnfeksiyalar xroniki hala keçə bilmir. Bu videoda bu qədər, izlədiyiniz üçün təşəkkürlər.